Ölüm sevinməsin qoy, ömrünü vermir bada, el qədrini canından daha əziz bilənlər. Şirin bir xatirə tək qalacaqdır dünyada, sevərək yaşayanlar, sevilərək ölənlər. Dünya şöhrətli cərrah, dəyərli alim, milli məfkurəli ziyalı, Türkün böyük oğlu Professor İbrahim Yıldırımın əziz və işıqlı xatirəsinə həsr olunub. İnsan yalnız həyatdakı xeyirxah əməlləri, gördüyü savab işləri ilə əbədi yaşar olur. Surəti yaddaşlara yazılır, əməlləri hafizələrdə iz buraxır. Vətəni, xalqı üçün təmənnasız çalışan, qrup yaratmağı, xeyirxahlığı həyat amalına çevirən insanların ömür yolu daim gələcək nəsillər üçün nümunəyə çevrilir. İnsan həyatını yaxşı işlərə, xeyirxah əməllərə, paklığa həsr edəndə neçə-neçə adamın həyatında iz qoyur. Qəlblərdə özü boyda bir abidə ucaldır. Belə şəxsiyyətlərdən biri Türk dünyasına, millətinə böyük sevgi ilə qəlblərdə taxt quraraq haqq dünyasına qovuşmuş Azərbaycanın böyük dostu Professor İbrahim Yıldırım idi. Soy kökü Qazax rayonuna, Sarılar nəslinə bağlı olan Professor İbrahim Yıldırım ləyaqətli, mərhəmət və xeyirxah əməlləri ilə tanınmış bir nəslin nümayəndəsi olub. Əsilləri Yelizavet quberniyasının Qazax qəzasının Əmirxeyir kəndindən olan Sarılar nəsli dağ kəsəməndə yaşayıblar. Bir müddət Qarabağda, sonra isə Zəngəzurda, Göyçə gölünün ətrafında yerləşən Çay kənd, Çöl kənd, Bəriabad, Qaraqaya, Yanıqpəyə, Göyərçenli, Salax, Çəmbərək kimi kəndlərdə məskunlaşıblar. İbrahim Yıldırımın cərrah olan ulu babası Sarıqulu 19-cu əsrin sonlarında çarizm əleyhinə mübarizə aparan və çar məmurları tərəfindən güllə yarası alan qaçaq Kərəmi öz evində gizlədib və müalicə eləyib. Bu təəssübkeşlik isə çar məmurlarının gözündən yayınmayıb. Bütün varlığı ilə millətinə bağlı olan Sarıqulu həbs edilərək Sibirə sürgün edilir. Həbsdən sonra doğma yurtda yaşamaq İbrahim Yıldırımın ulularına nəsib olmayıb. Belə ki, Çar imperiyasının Qafqazda milli azlıqlara verdiyi zülmdən qurtarmaq üçün yüzlərlə, minlərlə soydaşımız kimi İbrahim Yıldırımın ulu babası Sarıqulu da 1898-ci ildə ailəsi ilə ata-baba yurtlarını tərk etmək məcburiyyətində qalıb. Bir neçə dəfə yaşayış yerlərini dəyişdikdən sonra Türkiyənin Amasya bölgəsində məskunlaşıblar. Sarıqulu Türkiyəyə köç etdikdən sonra burada onun oğlu İbrahim, nəvəsi İsmail və nəticəsi İbrahim Yıldırım dünyaya gəlib. Babasının adını daşıyan İbrahim Yıldırım 1936-cı il noyabrın 20-sində Amasya vilayətinin 7 rayonundan biri olan Menzifonda dünyaya göz açıb. Gələcəkdə elm fədaisi kimi tanınacaq İbrahim bəy ibtidai və orta təhsilini Qırıqqala və Menzifon məktəblərində alır. Trabzon liseyində oxuyub. Orta təhsilini başa vuran gənc İbrahim ixtisas seçimində çox düşünməyib. Ulu babasının yolu ilə gedərək həkim olmağı qərarı alıb və İstanbul Universitetinin tibb fakültəsinə daxil olub. Çətin təhsil illərini geridə qoyan İbrahim 1963-cü ildə universiteti bitirib. Azərbaycan Xalq Cumhuriyyətinin Daxili İşlər Naziri Mustafa Vəkiloğlu'nun nəslindən olan
İbrahim Yıldırım 1965-ci il dekabrın 23-də tanınmış nəslin nümayəndəsi Molla Vəli Vidadinin və Molla Pənah Vaqifin nəticəsi olan Semra Fugen Orkunla ailə həyatı qurub. Ali təhsil aldıqdan sonra İbrahim Yıldırım ümumi cərrahlıq, plastik rekonstruktiv və estetik cərrahlıq ixtisaslarına yiyələnib. Bu ixtisaslar üzrə Türkiyə və İngiltərədə akademik imtahanları verib. 1979-1980-ci illərdə plastik cərrahiyyə dosenti, 1988-ci ildə plastik cərrahiyyə professoru olub. İbrahim bəyin həkimlik fəaliyyəti təhsil aldığı doğma İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsindən başlayıb. O, burada assistent və uzman kimi işlədikdən sonra 1972-1974-cü illərdə Əlazığ Hərbi Xəstəxanası və Sosial Sığortalar Kurumu xəstəxanasında ümumi cərrahlıq edib. Bütün bu uğurlarla yanaşı, o hər an öz sahəsinin ən yetkin bir uzmanı olmaq üçün dünyanın ən qabaqcıl tibb mərkəzlərinin təcrübəsini öyrənməyə can atıb. Bu məqsədlə İngiltərədə, Şotlandiyada, Avstriyada, Almaniyada cərrah kimi çalışıb. Yüzlərcə həkim yetişdirib. Doktor İbrahim Yıldırım beynəlxalq tibb qurumlarında mühüm vəzifələr daşıyıb, bir cərrah olaraq öz gücünü beynəlxalq miqyasda da sınayıb. O, bir-birinin ardınca dünyanın ən qabaqcıl universitetlərinə mühazirə oxumağa dəvət olunub. –20-ci əsrin son 10 illiyində Ulu Tanrı İbrahim Yıldırımın Azərbaycan niskilinə son qoyub. 1990-cı ildə Moskvada ezamiyyətdə olan İbrahim Yıldırım, görkəmli Azərbaycan cərrahı professor Nurəddin Rızayevin dəvəti ilə ilk dəfə Bakıya gəlib. Bakıda keçirilən 1-ci Türkiyə-Azərbaycan Cərrahiyyə Simpoziumunda yaxından iştirak edib. Doktor İbrahim Yıldırımın Azərbaycana ilk səfərində ən önəmli hadisə isə onun ulularının yurdunu ziyarət etməsi olub. Bakıya səfəri zamanı o bütün varlığı ilə Qazağa can atıb. Ulularını soraqlamaq, Hacı Mahmud Əfəndinin türbəsini, Molla Vəli Vidadinin, neçə-neçə digər soydaşlarının qəbrini ziyarət etmək, Qazaxda Böyük Azərbaycan şairi Səməd Vurğunu yad etmək Doktor İbrahim Yıldırıma uzun illərdən sonra nəsib olub. 1991-ci ilin 24 may, 5 iyun tarixlərində Bakıya səfəri zamanı Doktor İbrahim Yıldırım o zamanki Semanşka adına xəstəxanada 227 xəstə üzərində cərrahiyyə əməliyyatı aparıb. İbrahim bəy şəfalı əlləri ilə 1-ci Qarabağ savaşında yaralanmış əskərlərimizin üzərində yüzlərlə estetik cərrahiyyə əməliyyatı apararaq ilkin sağlam bədənlərini onlara yenidən qaytarıb. Həmin dövrdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin rəisi Bəhruz Səfərəliyevin təşəbbüsü ilə Müdafiə Nazirliyinin hospitalında daxili işlər orqanları əməkdaşlarının da üzərində əməliyyat aparan professor İbrahim Yıldırım sonradan Daxili İşlər Nazirliyinin mərkəzi hospitalında qazilərimizə şəfa bəxş edib. Sonralar İbrahim Yıldırım Cavad heyətlə birgə daxili işlər orqanlarının Qarabağ bölgəsində yaralanmış əməkdaşlarının müalicə olunması işinə böyük töhfələr verib. Professor İbrahim Yıldırımın Azərbaycana gəlişi, onun Bakıya sonraki səfərləri Respublikamızın səhiyyə sisteminin peşəkar kadrlarının təmin olunması işinə güclü təkan verib.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universiteti ilə sıx qarşılıqlı faydalı əməkdaşlıq quran Doktor İbrahim Yıldırımın Azərbaycandan müxtəlif ixtisaslar üzrə tələbələr seçərək onların Türkiyədə müvafiq fakültələrdə təhsillərini davam etdirmələrini, təqaüd almalarını, yataqxanada yerləşmələrini təmin edib. Həmin tələbələr hazırda xalqımıza xidmət etməkdədirlər. Bütün bunlarla İbrahim bəy Azərbaycanla bağlı atasının ona etdiyi, edə biləcəyin bir şey var, Azərbaycana yaxşılıq elə vəsiyyətinə ləyaqətlə əməl edib və daim soydaşlarını Azərbaycana kömək etməyə çağırıb. Atam da emim de diyordu ki oğlum, insanlar ayrıldı, bazen anlaşamayabilir. Sen okudun, akademik oldun. Sen talebeyle uğraş. Azerbaycan'dan bir gün açılırsa talebe getir diye de bana bir vasiyette bulundular. Təsadüfi deyil ki, Ümumilli liderimiz Heydər Əliyev şəfalı əllərini Azərbaycandan əsirgəməyən Türk həkimlərinin tərkibində Professor İbrahim Yıldırımı da qəbul edərək onlara minnətdarlığını bildirib. Doktor İbrahim Yıldırımı Azərbaycana bağlayan təkcə tibb sahəsi, qohumluq əlaqələri deyil, Azərbaycan ədəbiyyatına bağlı olan, onun sonsuz bir ehtirasla və yorulmadan mütaliə edən, Səməd Vurğunun şeir dünyasından bir gün belə ayrı dura bilməyən, İslam dəyərlərinə yaxından vaqif olan Professor İbrahim Yıldırım, görkəmli simalarla bağlı həyata keçirilən bir sıra elmi tədbirlərdə, yubiley mərasimlərində, görüşlərdə də yaxından iştirak edib. Azərbaycanın tarixi, ədəbiyyatı, folkloru, tarixi şəxsiyyətləri ilə bağlı araşdırmalarından sonra Doktor İbrahim Yıldırım Azərbaycandan Amasyaya daşınan Türk kültürü və Şirvanlılar baş üstündə bir kitabın olması, Türkiyədə Azərbaycan kültürü, İstanbul Universitetini bitirmiş Azərbaycanlılar, Amasya araşdırmaları və sair əsərləri yazaraq orta yüzillərdən üzübəri Türkiyəyə köç etmiş yurttaşlarımızla bağlı samballı kitabları Türk dünyasına təqdim edib. İbrahim Yıldırım heyrət ediləcək yaddaşa malik olub. Ömrünün bütün dönəmlərində ulularının yurt saldıqları məskənləri, köç yollarını, elat yerlərini sevə-sevə xatırlayıb. Ata tarafımızda böyle dağ kesemende at beslerlermiş. Oradan Karabağ'a gitmişiz. Karabağ'da kaç yıl oturdular bilmiyoruz ama millet göçebe, devamlı kabile gibi göçüyorlar. Oradan Zengezur'a inmişiz. 12 köy kurmuşuz. Orada 100 yıl yaşamışız. Anamın amcaları, emileri anlatıyordu. Oradan da Dilican tarafına, Dilican Vadisi tarafına, Gazak Mahalına, Gökçe Mahalı'nın kuzeyine gitmişiz. Orada aynı isimli köyleri kurmuşlar. Onlar da 12 köy kurmuşlar. Professor İbrahim Yıldırım böyük vətənpərvər və böyük Atatürkçü kimi tanınıb və sevilib. O, Məhəmməd Əmin Rəsulzadə irsini sevə-sevə öyrənib. Məhəmməd Akif Ərsoyun İstiqlal Marşı səslənəndə çoxlarından fərqli olaraq canından əziz bildiyi Türkiyəyə ehtiram əlaməti olaraq onu daim ayaq üstə qürurla dinləyib. Qorxma, sönməz bu şəfəqlərdə yanan al sancaq, sönmədən yurdumun üstündə tütən ən sonacaq. O mənim millətimin yıldızdır parlayacaq, o mənimdir, o mənim millətimindir ancaq. Çatma qurban olayım çöhrəni ey nazlı hilal, qəhrəman irqimə bir gül, nə bu şiddət, nə cəlal, sənə olmaz tökülən qanlarımız sonra halal, haqqıdır, haqqa tapan millətimin istiqlal. Mən əzəldən bəridir hür yaşadım, hür yaşarım, hansı çılğın mənə zəncir vuracaqmış şaşarım, kükremiş sel gibiyim pəndimi çeynər, aşarım, yırtarım dağlar enginlərə sığmam, daşarım. Arkadaş, yurduma alçaqları uğratma sakın,
Siper et gövdəni dursun bu həyasızca atın. Doğacaqdır sənə vəd etdiyi günlər haqqın. Kim bilir belki yarın, belki yarından da yakın. Bastığın yerler toprak diyerek geçme tanı. Düşün altındaki minlerce kefensiz yatanı. Sen şehit olsan incitme yazıktır atanı. Verme dünyalar alsan da bu cennet vətəni. Kim bu cennet vətənin uğrunda olmaz ki feda. Şuhada fışkıracak toprak sıksan şuhada. Canı, cananı, bütün varım alsın da huda. Etmesin terk vətənindən beni dünyada cüda. Dalgalan sende şəfəqlər kimi ey şanlı hilal. Olsun artık tökülen qanlarının hepsi helal. Ebediyen sene yok, ilgime yok izmi hilal. Hakkıdır hür yaşamış bayrağımın hürriyet. Hakkıdır hakka tapan milletimin istiklal. İbrahim Yıldırım Sarıkamış Dayanışma qrupuna rəhbərlik edən dostu Doktor Bingür Sönmezlə Sarıkamış hərəkatında şəhid olanlara ehtiram əlaməti olaraq keçirilən tədbirlərdə yaxından iştirak edib. Türkiyədəki soydaşlarımıza qayğı göstərməkdən qürur hissi keçirən İbrahim Yıldırım, Əli Bey Hüseynzadənin son yadigarı Firzavərə xanıma da daim həyan olub. Onun müalicəsinə mütəmadi olaraq qayğı göstərib. İbrahim Yıldırım bütün varlığı ilə Azərbaycan-Türkiyə dostluğundan qürur hissi keçirib və bu dostluğu sarsılmaz sayıb. Azerbaycan'la Türkiye'yi ayırmak zaten mümkün değil. Tabii 1918'de de ayırmak mümkün değildi. Bugün de ayırmak mümkün değildi. 1000 yıl geçse gene ayıramazsınız. İşi, əməli, elmi fəaliyyəti ilə adını yaddaşlara yazmağı bacaran, keçdiyi ömür yolunu sonradan xoş xatirələrə çevirən İbrahim Yıldırım, insanların öz ölkələrini tanıtması üçün öncə milli kimliklərini tanımalarını, ana dilini bilməklərini vacib sayıb. Alimlərin, tədqiqatçıların bəzən araşdırmalarında mənbələrə əsaslanmadan yanlış məlumatlara yer verdiklərindən narahat olub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən 2019-cu ildə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi yubiley medalı ilə təltif edilən İbrahim Yıldırımı ölkəmizin inkişafı, tərəqqisi qəlbən sevindirib. Azərbaycan İsveç qədər zəngin, şahanə bir dövlət olacaq deyərək, bütün dünyanı Azərbaycanı, onun mədəniyyətini tanımağa, sevməyə çağırıb. 2016-cı ildə əməkdar həkim, istefada olan polkovnik Bəhruz Səfərəliyevin təşkilatçılığı ilə Bakıda böyük təntənə ilə Professor İbrahim Yıldırımın 80 illik yubileyi keçirilib. Bəlkə də bu möhtəşəm yubiley tədbirində İbrahim Yıldırımın ən çox sevdiyi insanlarla birgə olmağından, məhz bu tədbirin Azərbaycanda keçirilməsindən ömrünün ən xoşbəxt anlarını yaşayıb. Yubiley mərasimində əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru, istefada olan polkovnik Hikmət Xudiyevin Doktor İbrahim Yıldırım kitabı yubilyara Azərbaycan sevdalı soydaşımıza təqdim olunub. Türkiyə ictimaiyyətində böyük nüfus sahibi olmuş İbrahim Yıldırımın Azərbaycandakı müasirləri də onun zəngin mənəviyyatlı, parlaq şəxsiyyətini yüksək dəyərləndiriblər. Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov. Respublikamızın iqtisadi cəhətdən böhran keçirdiyi ağır sınaq günlərində yaralarımızın müalicəsi ilə bağlı bir sıra çətinliklərin meydana çıxdığı bir vaxtda qardaş Türkiyə dövləti bizə ilk əl tutanlardan oldu. İbrahim Yıldırımın başçılıq etdiyi həkimlər qrupu ən yüksək qayğı və mərhəmətlə onlarla yaralı polis işçisinin müalicəsini Respublikamızda təmənnasız olaraq öz üzərinə götürdü və beləliklə Azərbaycan-Türkiyə dövlətləri arasında
illər boyu davam edən qarşılıqlı əməkdaşlığın və dostluğun tarixi daha da zənginləşdi, bu tarixə şanlı səhifələr əlavə olundu. İbrahim Bey, Türk dünyasının, ben demirəm yalnız Türkiye'nin, ben demirəm yalnız Azerbaycan'ın, Türk milletinin yetiştirdiği böyle oldu. Bugün biz elə bir adamın məclisinə toplaşmışıq ki, o da Türk milletinin başını uca eləməyə layık olan İbrahim Yıldırım. Həqiqətən Azərbaycanda səhiyyənin inkişafında İbrahimin çox böyük oldu. Və mən sevinirəm ki, vaxtı ilə İbrahimin köməyi ilə təhsil almış və Azərbaycana qayıtmış həkimlər bugün İbrahimin adını doğruldular. Mən sizə deyim ki, İbrahimin daha yaxından tanıyan adamlar onun həkimdən, plastik cərrahdan bəlkə daha çox Azərbaycan tarixini, Azərbaycan mədəniyyətini, Azərbaycan incəsənətini dərindən bilən və çox böyük yaddaşı olan bir alim, bir tədqiqatçı kimi tanıyır. Allah sizə bu qədər böyük istedad verib. İnsan həm tibb doktoru olsun, həm tarixçi ola bilsin, həm araşdırmacı ola bilsin. Sizlə hansı sahədən desəniz saatlarla danışa biləcək bu qədər zəngin bir aydınsınız. Sizi tanıyan insanlar hamısı sizi sevir. Hətta sizi tanımayıb eşidənlər də sizi sevir. Siz bu qədər Allah sizə sevgini də bəxş edib. Siz sözün həqiqi mənasında aydınsınız. Çünki millətə aydınladırsınız, millətə xidmət edirsiniz və bu sizin ən önəmli həyat missiyanızdır. Əməkdar həkim, istifadə olan polkovnik Bəhruz Səfərəliyev. Professor İbrahim Yıldırım məhdudiyyətsiz dünya görüşünə malik bir ziyalı olub. O, tibb elmində bir çox ilklərə imza atıb. Qazandığı uğurlarla tibb aləmində məşhurlaşıb, dünya şöhrətli alim kimi tanınıb. Onun tibb elminə verdiyi töhfələr hələ bundan sonra neçə illər bəşər övladının sağlamlığına xidmət edəcək. Şəxsiyyət mükəmməlliyinin nə olduğunu bilmək, hiss etmək, duymaq üçün Professor İbrahim Yıldırımın həyat yoluna nəzər yetirmək kifayətdir. Professor İbrahim Yıldırım mənə elə gəlir ki, müstəqil Azərbaycanda mənim kimi onlarla, hətta yüzlərlə tibb təhsili almış və almaqda olan Azərbaycanlı gəncin həyatında çox böyük iz buraxmışdır. Professor İbrahim Yıldırım müstəqil Azərbaycanın səhiyyə tarixində ilk dəfə İstanbul Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında rəsmi dövlətlər arası müqavilənin imzalanmasının əsas təşkilatçısı və icraçısı oldu. İbrahim Hoca həm həkim kimi, həm demək olar ki, bizim müəllimimiz kimi və Azərbaycanı sevən bir dünya səviyyəli bir alim kimi hər zaman bizim həkimlərin yaddaşında qalacaq və onun qoymuş olduğu yol, tibb sahəsində göstərmiş olduğu yol hər zaman bizə mayaq kimi yol göstərəcəkdir. İbrahim Bəy sözün əsl mənasında bütün Azərbaycanlıdır. Azərbaycan türküdür və olduqca dəyərli bir ziyalıdır. Bu insan öz millətini hədsiz sevən bir ziyalılarımızdandır. İbrahim Bəy hazırda mən deyərdim ki, bizim ziyalılar arasında çox böyük hörmətə nüfuza malikdir. Bilirsiniz niyə görə bunu deyirəm? Mən İbrahim Bəy tək həkimliyi ilə yox, Azərbaycanlı ziyalıların dünyada tanınmasıyla bağlı çox böyük zəhmətlər və işlər görür. Mən deyərdim ki, biz Azərbaycanda yaşayan ziyalılar İbrahim Bəy qədər bu işi görməmişik.
Ədəbiyyat qəzetinin baş redaktoru Azər Turan. İbrahim Yıldırım Türkiyədə Azərbaycana çox lazım idi. Yeri çox görünəcək. Azərbaycan sevgisi böyük olduğu kimi, Azərbaycan qarşısında xidmətləri də çox idi. İbrahim Yıldırım nadir adamlardan idi ki, onu demək olar ki, hamı sevir və əzizləyirdi. İnsanlar barədə yalnız yaxşını danışardı. Qeybət etməzdi. Onunla söhbət əsnasında kiminsə barəsində xoş olmayan söz söyləmək sadəcə mümkün değildi. İbrahim bəydə uşaq saflığı vardı. O saflığın hesabı nə idi ki, adam bu böyük müasirimizlə ünsiyyətdə olanda kifayət qədər sərbəst davranırdı. Filologiya üzrə fəlsəfə doktoru professor Ədalət Tahirzadə. İbrahim Yıldırım Azərbaycan həkimlərinin gələcək nəslinin atası idi. O, gerçəkdən Azərbaycandan Türkiyəyə apararaq gələcəyimizin həkimi kimi yetişdirdiyi tələbələrə doğma ata qədər qayğı göstərirdi. Bu həkimlər indi xalqımıza xidmət etməkdədirlər. Mən onunla tez-tez məktublaşır, ara sıra telefonla üzbəyüz söhbətləşirdim. Söhbətimiz istər 2 dəqiqə çəksin, istərsə də 2 saat. Qarşımda daim bir Azərbaycan məcnunu görürdüm. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, texniki elmlər namizədi, Azərbaycanın İstanbuldakı sabiq baş konsulu İbrahim Nəbioğlu. Professor İbrahim Yıldırım canlı ensiklopediya idi. Tanıdığım əsilzadəgan idi. Vətən sevdalısı idi. Bugün Azərbaycanın səhiyyə sistemində çalışan, onlarla tanınmış həkimin yetişməsində İbrahim Yıldırımın böyük haqqı var. Elə İbrahim Yıldırımın ömrünün qürub çağında da Azərbaycanlı dostları Fügen xanımı tək qoymayaraq yanında oldular. Sədaqətli dostu Bəhruz Səfərəliyev bir daha insanlığa sədaqət nümunəsi nümayiş etdirərək son ana, son nəfəsə, haqq dünyasına qovuşana dək 2025-ci il sentyabrın 9-una dək mənəvi ata saydığı İbrahim Yıldırımın başı üzərindən çəkilmədi. Bakıdan gəlmiş tələbələri professor Kamran Musayev, professor Vagif Qələndər və digərləri boyunlarında böyük haqqı olan İbrahim Yıldırımı böyük ehtiram və sevgi ilə Merzifonda son mənzilə yola salanlar sırasında oldular. Və o hüzünlü anlarda Merzifon məzarlığından İbrahim Yıldırımın göylərə bülənd olan ruhundan, Ramiz Rövşəndən ən çox sevdiyi şeirin misraları səsləndi. Bu səsi İbrahim Yıldırımın ömürgün yoldaşı Fügen xanımdan başqa kimsə eşitmədi. Kişilər biri olmur, atan balası. Qorxağı var, igidi var. Amma hər kişinin öləndən sonra qəbri üstə ağlayası bir qara paltarlı gözəl qadına ümidi var. Yeri qara paltarlı qadın, kiri qara paltarlı qadın. Bu qəbir də 1000 qəbirdən biridir. Baş daşını bəstə bastım bağrına. Bütün mənə ağlayanlar kiridir. Sən də kiri. Qəbrim damır. Ağlama. 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 Ağlama.